Ki bugün bizim studiyamızda qonağımız olacaq və qonağımız Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektoruna müdiri Tural Mahmudov bizimlə olacaq və bu bilirsiniz ki, mayın 1-dən etibarən birinci siniflərin elektron qeydiyyat prosesi başlayır. Əgər sizin də bu məsələ ilə bağlı hər hansı bu uşaqların birinci siniflərin, yəni elektron qeydiyyatı ilə bağlı hər hansı bir sualınız varsa, sizi maraqlandıran məqamlar varsa, onları da qaynar xəttimizə qeyd edə bilərsiniz. Tural müəllim cavablandıracaq hər birini. Yəni nəzərinizdə olsun. İndi birazdan bir neçə dəqiqə sonra Tural müəllim studiyamızda olacaqdır və mən ona qədər bir neçə mesajda səsləndirim deyəcəm. Aha. Deməli, Səbinə xanım Cəllabaddan yazır ki, artıq qonağımız gəlib. Tural müəllim, buyurun, xoş gəlmişsiniz, sabahınız xeyirli olsun. Deməli, o zaman keçək qonağımızla söhbətə sizin də icazənizlə, hörmətli tamaşaçılarım. Bugünlərim artıq sizə bildirdim, bir daha xatırladım ki, studiyamızın qonağı Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektoruna müdiri Tural Mahmudov bizimlədir. Xoş gəlmişsiniz, sabahınız xeyirli olsun. Təşəkkür edirəm, dəvət üçün, sabahınız xeyirli olsun. Tural müəllim, artıq mayın 1-dən birinci siniflərin elektron qeydiyyat prosesi başlayır. Ümumiyyətlə, bu qeydiyyat mərhələləri, tarixlər nə vaxtdan, nə zamana kimi olacaqdır? Hansı mərhələlərdir, bu barədə bizə məlumat verərsiniz? Bəli, doğru qeyd etdiniz. Artıq mayın 1-dən birinci siniflərə qeydiyyat başlayır. 1 may, 6 may tarixlərində yalnız qeydiyyat prosesi olacaq. 6 may tarixindən artıq Azərbaycan bölməsi üzrə müəllim və məktəb seçimi mümkün olacaq. İlk bir ay ərzində Azərbaycan bölməsi üzrə bəzi məktəblərimiz var ki, orada üstünlük hüququ ilə şagird qəbul ediləcək. Üstünlük hüququ nə deməkdir? Üstünlük hüququ o deməkdir ki, həmin şagirdin valideynlərindən biri və yaxud da ki, hər ikisi həmin ərazidə, məktəbin yəni xidmət ərazisində qeydiyyatda olsun və yaxud da ki, orada yaşamasını təsdiq edən hər hansı bir sənəd olsun. Bacı qardaşlarından biri həmin məktəbdə təhsil alsın və yaxud da ki, valideynlərindən biri həmin məktəbdə işləyirsə, bu üstünlük hüququ hesab edilir və ilk bir ay ərzində 6 may, 5 iyun tarixləri ərzində həmin üstünlük hüququ tətbiq edilən məktəblərə üstünlük hüququ əsasında şagird qəbul aparılacaq. Digər məktəblərimizə isə 6 maydan istənilən vətəndaş elektron qaydada qeydiyyatdan keçərək müəllim və məktəb seçimi edə biləcəklər. Eyni zamanda 6 may tarixindən tədrisi digər dillərdə aparılan bölmələr üzrə artıq müsahibələrə qeydiyyat prosesi başlayacaq. Proses mayın 20-sinə kimi davam edəcək. Ümumilikdə müsahibə prosesi mayın 31-nə qədər davam edəcək. 17 iyun tarixindən isə artıq tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi mümkün olacaq. Yenə eyni yanaşma olaraq burada da bir ay müddət ərzində üstünlük hüququ tətbiq edilən məktəblərdə ilk bir ayı həmin xidmət ərazidə yaşayan vətəndaşların övladları üçün açılacaq. Boş qalan şagird yerləri istər Azərbaycan bölməsində, istər tədris digər dillərdə aparılan bölmələr üzrə boş qalan şagird yerləri digər vətəndaşlarımızın da ixtiyarına açıq elan ediləcək. Tural müəllim, onda biz deyə bilərik ki, üstünlük hüququnu artıq başa düşdük. Burada uşaq, yəni bacı qardaşlardan biri həmin məktəbdə oxuyursa, valideynlərdən biri həmin məktəbdə çalışırsa və yaxud da valideynlərdən biri həmin ərazidə qeydiyyatdadırsa, yaşayırsa. Bəs bir məsələ var. Adətən bəzi belə fikir formalaşırdı ki, əgər həmin ərazidə yaşamırsansa, sən uşağı başqa bir yerdə, yəni daha doğrusu orada yaşamırsansa, oradakı məktəbə qoya bilməzsən. Günümüzdə də bilirsiniz, valideynlər uşaqlar üçün məktəb seçəndə çox onu axtarırlar, sual edirlər və bəzən onları qane edən, ürəklərincə olan məktəblər yaşadıkları yerdən yəni yetərincə uzaq məsafədə olur. Bu halda, yəni uzaq bir məsafədə olsa belə, valideyn o məktəbə uşağını yazdıra bilərmi? İlk öncə bu məsələ ilə bağlı qeyd edim ki, ən yaxşı məktəb, ən yaxınlıqda olan məktəbdir. Bu bir mənalı olaraq belədir. Amma valideynlərimizin əgər seçimi varsa digər məktəblərdə, yəni onun xidməti ərazisində, yaşayış ərazisinə uyğun olmayan hər hansı bir məktəbi seçmək istəyirsə, təbii ki, seçə bilər, amma müəyyən prosedur var ki, onu əməl etməlidir. Bu prosedur nədən ibarətdir? İlk bir ay ərzində ora sorğu versə də, o sorğusuna imtina alacaq. Əgər həmin məktəblərdə, istədiyi məktəbdə şagird yeri boş qalacaqsa, bir ay ərzindən üstünlük hüququ olan şagirdləri qəbul etdikdən sonra həmin vətəndaşlar da ora müraciət edə biləcəklər. Yəni orada elə bir sıxıntı yoxdur. Adətən Bakı şəhərində valideynlər istədiyi məktəbə övladını qoya bilir, gecə tezi var. Amma həmin proses, bu sosial ədalət prinsipinin təmin olunması, eyni zamanda şagird
süni şagird sıxlığının qarşısının alınması məqsədi ilə bu üstünlük hüququ tətbiq edilir ona görə ki, ilk öncə həmin ərazidə yaşayan vətəndaşlar müraciət etsin. Boş qalan şagird yerlərimiz varsa, digər vətəndaşlara da həmin yerlər açıq elan olacaq və müraciət edə biləcəklər. Tural müəllim, bəs bəzi gimnaziya və liseylərdə də birinci sinifə qəbul qaydalarında yeniliklər var. Söhbət hansı gimnaziyalardan, liseylərdən gedir və hansı yeniliklərdən gedir? Ümumiyyətlə, Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 6 lisey və gimnaziyamız var idi ki, onların birinci sinifinə tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsabiqə yolu ilə, müsabiqə əsasında qəbul aparılırdı. Bu il, bu 2025-2026-cı tədris ilində şagird qəbulunda 3 lisey və gimnaziya var ki, artıq orada müsabiqələr elan edilməyəcək, müsabiqə keçirilməyəcək. Bunlar 160 nömrəli klassik gimnaziyadır, Ankara məktəb liseyidir və texniki tərəqqi liseydir ki, bunlara artıq müsabiqə yolu ilə deyil, digər məktəblərdə olduğu kimi birinci üstünlük hüququ əsasında, bir aydan sonra isə sərbəst qəbul açıq elan ediləcək. Digər 3 məktəbimiz var ki, orada yenə də müsabiqə yolu ilə şagird qəbulu aparılacaq. Bunlar Bakı Slavyan Universitetinin əzində olan məktəb lisey kompleksidir, Zəngi liseydir və humanitar gimnaziyadır ki, üzr istəyirəm, elitər gimnaziyadır ki, bunlara yenə də birinci sinif tədrisi digər dillərdə aparılan bölmələr üzrə şagird qəbulu müsabiqə yolu ilə yenə orada da vətəndaş əgər həmin ərazidə yaşayırsa, xidməti ərazidə yaşayırsa, yenə də müraciət etmə hüququ var. Tural müəllim, bu birinci sinif elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikro ərazi üzrə ünvanları öncədən ictimaiyyətə açıqlanıbdı. Ümumiyyətlə, bu məktəblərin, yəni belə deyək ki, o məntəqələrin yaradılması hansı sistemə uyğun aparılıb, hansı prioritetlərə uyğun aparılıb? Ümumiyyətlə, məktəblərin xidməti ərazisini tək Bakı Şəhər Təhsil İdarəsi deyil, eyni zamanda yerli icra hakimiyyətinin orqanı, yəni icra hakimiyyətləri orqanları, əraziləri biz onlarla, belə deyim, bizim müəyyən təkliflərimiz olur ki, onlara göndəririk və onların da özlərinin müəyyən etdiyi bir dislokasiya var ki, o dislokasiya ictimaiyyətə əvvəlcədən açıq elan edilir və 2 aya yaxın bu ictimaiyyətin müzakirəsinə təqdim edildi. Burada məqsəd nədən ibarət idi? Bəzən bizə və vətəndaşlarımızdan sorğular gəlirdi ki, mənim məktəb yaxınlığımdadır, daha yaxındır mənə məktəb, digər məktəb mənə uzaqdır, amma mənim xidməti ərazim olaraq müəyyən edilib ki, bu məktəbdir. Biz bu kimi sualların qarşısını almağı və şəffaflığı təmin etmək məqsədilə 2 ay ərzində həmin xidməti əraziləri vətəndaşlarımıza açıq elan etdik və bununla bağlı 1400-ə yaxın sorğu daxil oldu ki, o sorğuları biz qaydalara müvafiq olaraq təhlil etdik. Hansı ki, sorğuların əsası var idi, onlarla bağlı təkliflərimizi icra hakimiyyətlərinə göndərdik və o dislokasiya artıq təsdiq edilmə mərhələsindədir. Təsdiq edildikdən sonra yenə bu dislokasiya vətəndaşlarımıza açıq elan ediləcək və hər kəs biləcək ki, onun xidməti ərazisi haradır. Bir məsələni də qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsinə tabe olan məktəblərin heç də hamısının xidməti ərazi və yaxud da üstünlük hüququ tətbiq edilmir. Bir sıra məktəblərimiz var ki, orada süni şagird sıxlığı yaranır. Tədris prosesi sıxlıqdan dolayı, bəzən biz bundan da şikayət edirik ki, bəzi məktəblərdə sıxlıq var. Bu sıxlığın qarşısını almaq məqsədilə həmin məktəblərdə tətbiq edilir. Digər məktəblərimiz normal qaydada şagird qəbul edir. Azərbaycan bölməsi və tədris dili digər dillərdə olan məktəblərə valideynlər sorğunu hansı tarixlərdə edə bilər? İstəyirəm bir də təkrarlayaq biz bunu. Deməli, Azərbaycan bölməsi üzrə 6 may tarixindən başlayaraq sentyabr ayının 12-nə kimi müraciət etmək hüququ var. Amma ilk bir ayı 5 iyun tarixinə qədər üstünlük hüququ tətbiq edilən məktəblərdə üstünlük hüququ olacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə 17 iyun tarixindən artıq sorğu yerləşdirmək mümkün olacaq. Yenə də burada eyni qayda olaraq bir ay müddətində hansı ki, üstünlük hüququ tətbiq edirik, həmin məktəblərə üstünlük hüququ tətbiq etməklə şagird qəbul edəcəyik və digər mərhələdə açıq elan olacaq və proses sentyabr ayının 12-nə qədər davam edəcək. Tural müəllim, proses elektron qeydiyyatda, yəni elektron qaydada aparılır. Bəs burada bizim bölgələrimizdə, ucqar kəndlərimizdə yaşayan valideynlər hər hansı bir çətinliklə üzləşirmi? Yəni onlara bəs bu nəzərə alınıbmı? Hər hansı bir köməklik, istər məktəblərin öz daxilində və s. ki,
elektron belə deyək, o qeydiyyatı yerinə yetirə bilməyən valideynlər müraciət etsin və onlar üçün bu proses aparılsın? Deməli, onunla bağlı kifayət qədər bizim məlumatlandırma prosesimiz gedir ki, yenə də bununla məlumatsız olan və yaxud da ki, internet resurslarına çıxışı olmayan vətəndaşlarımızı da nəzərə alaraq bizim alternativ qeydiyyat mərkəzlərimiz var. Asan xidmətlərdə təhsil bölmələrimiz var. WhatsApp, belə deyim, telefon nömrələrimiz var ki, ora yaza bilərlər. Bizim qaynar xəttə zəng edib oradan dəstək ala bilərlər. Yəni, bütün hallarda biz vətəndaşın o prosesdən kənarda qalması üçün heç bir səbəb yoxdur. Demək olar ki, bütün şərait yaradılıb və vətəndaşlarımızda vaxtında istəyi olduğu zaman biz o istəyi qarşılamağa hər zaman hazırıq. Yəni, əgər deyək ki, ucqar bölgədə, rayonlarımızda izləyən izləyicilərimiz bu elektron qeydiyyat prosesini həyata keçirmirsinizsə, asan xidmətlərə yaxınlaşıb olduğunuz, yaşadığınız rayonda orada təhsil bölməsinə də yaxınlaşa bilərsiniz, sizə köməklik göstəriləcək. Eyni zamanda Bakı şəhər üzrə təhsil idarəsinin nömrəsi və onların e-maillərinə də yaza bilərsiniz. Sizə yəni istənilən köməklik göstəriləcəkdir. Tural bəy, ümumiyyətlə bu elektron qeydiyyat valideynlərə və uşaqlara nə kimi üstünlük verir? Bir qısa olaraq istəyirəm bunu da sizdən edək. Hansı əlavə imkanları yaradır? Elektron qeydiyyatın əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşla məmur kontaktını sıfıra endirmək və burada süni maneələrin aradan götürmək. Digər bir məsələ ondan ibarətdir ki, vətəndaş evindən çıxmadan çox rahat şəkildə elektron qaydada qeydiyyatdan keçir və istədiyi məktəbə, istədiyi müəllimə sorğu yerləşdirə bilir. Düşünürəm ki, bu vətəndaşların təhsilə əl çatanlığını, eyni zamanda sosial ədaləti qorumaq üçün çox yaxşı bir vasitədir. Tural müəllim, bir dənə sualımız var. Qısaca istəyirəm ona da cavab verək. İzləyicimiz yazıb ki, birinci qrup əli ilə bir oğlum, bir qızım Kəlbəcər rayonu 55 saylı tam orta məktəbində təhsil alır. Mən çox istəyirəm ki, mənim uşaqlarım Kəlbəcər rayonu 69 nömrəli məktəbdə bizə yaxın olduğuna görə orada təhsil alsınlar. Amma deyir, qəbul etmirlər. Mən özüm də yəni qaçqındır. Buna səbəb nədir? Ola bilər ki, həmin məktəbdə şagird yerlərindən bağlı olsun məsələ. Amma hər halda vətəndaş müraciət edərsə, bizim portal... Səbəb mənim, çox üzr istəyirəm, deyir, səbəb mənim yəni başqa bir rayondan qaçqın düşdüyüm üçün, yəni Kəlbəcərli olmadığımı əsas götürürlər. Bəzi, belə deyim, əvvəllər belə adlandırırdı, qaçqın məktəblərinə yalnız o statusa malik olan şəxslər müraciət edə bilirdi. Artıq bildiyim qədərilə Bakı şəhər təhsil idarəsinin Bakı şəhərində olan bəzi məktəblərdə onlar da götürülüb. Amma hər halda məsələni dəqiqləşdirmək üçün vətəndaşın portal vasitəsilə, portal Edu.az bizim belə deyim də, bütün vətəndaşlarımıza əl çatan olan bir internet resursdur. Orada müraciət edər və vətəndaş düşünürəm ki, müsbət həllini tapar. Təşəkkür edirik, çox sağ olun Tural müəllim. Yəni, hörmətli izləyicimiz Tural müəllimi də eşitdiniz. Ümumiyyətlə, hər hansı bir sualınız varsa, probleminiz varsa, portal Edu.az saytına müraciət edirsiniz və köməklik sizə göstəriləcəkdir. Belə, bir daha xatırladım ki, bugün studiyamızın qonağı Bakı şəhər üzrə təhsil idarəsinin təhsil alanlarla iş sektoruna müdiri Tural Mahmudov bizimlə idi. Və bizi ayrılan saatın sonuna gəlib çatdıq. Sizinlə sağollaşırıq. Allah'a əmanada qalın, gününüz gözəl keçsin. İnşallah sabah eyni saatda, eyni məkanda yenidən evinizdə qonaq olacağıq. Hələlik.